Ustad, bu mesajı oxuduqca vəhy və təcrübənin fərqi haqqında. Təcrübə insan özü analiz ilə ya məşq ilə əmələ gətirir. Yəni insan bəzi hadisələrə düşür, o hadisələrdə bir təcrübə gətirir ki, məsələn meyvələr belənci yetişərlər. Filan bitki filan təsiri vardı. İnsan məsələn o bitkidən istifadə edir, gör ki, bu zukamını aradan aparır, ya xəstəliyini aradan. Bu təcrübə yolu iləndir. Pəs təcrübə təkrarlı bir iş görmək və bir örgəşmək, ya laboratorda analiz eləmək, bu təcrübə olar. Vəhy təcrübə deyil. Əslən, bəşərə aiddir. Bəşər alır, nə bəşər yetişdirir. Təcrübədə bəşər özü neynir? Bu bir hadisəni özü düşünür, özü əmələ gətirir. Xəta da ola bilər. Təcrübə həmişə 100% düz deyil. Bəli. Mümkündür insan səhv başa düşər. Mümkündür naqisdir. Məsələn bir bitkidən istifadə edirdi, təcrübə eləmişdi ki, soyuq dəyməyə xeyri var. Mümkündür filan məzacda olan soyuq dəymələrə xeyri var. Filan məntəqədə yaşayan soyuq dəymələrə xeyri vardı. Amma bu ümumiləşdiribdir. Təcrübə naqis ola bilər, məhdud ola bilər. Çünki insan özü yetişir ona. Amma vəhy Allah verir, insan fəqət qəbul edir. Nə insan yetişir. Vəhiydə fəqət insanın öhdədarlığı qəbul eləməkdir. Biz neçə mənbə var düşünməyə. Bir təcrübədir. Bir ağlıdır. Ağl yəni insan fikirləşə, sübut gətirə. Təcrübə görməkdir. Təcrübə təkrarlı hiss ilə bilməkdir. Məsələn, insan bitkidən istifadə edir, hiss eləyir varlığında ki, bu təsir elədir. Bu təcrübədir. Təcrübə hissə qeydirir. Amma ağlı düşüncəni işlətməkdir. İnsan nəticə alır, analiz eləyir ağlında. Bu da ağl. Üçüncü yol qəlb yoludur. İnsan qəlbini təmizləsə, ariflərin sözü budur ki, qəlbi güzgüdür aləmi, aləmi görsədər. Bu üç, bunlar hamısı bəşəri maarifdir. Bunlar hamısı insanın yetişdiyi, yığdığı mərifətdir. Amma dördüncü bir mənbə də var ki, insana aid deyil. İnsan fəqət qəbul eləyir. O da vəhyidir. Allahdan məlumatlanır. Allahdan mariflənir. Amma bu nə cür olar? Həqiqəti nədir? Nə cür insan Allahdan mariflənir? Nə cür insan alır Allahdan bu məlumatları? O bir dənə geniş bir bəhsidir ilahiyyatda ki, vəhyin həqiqəti nədir? Amma bölmədə budur ki, bu üç dana bəşərin məhsuludur. Vəhy fəqət bəşər alır, qəbul eləyir. Nə bəşər özü yetişir, özü düşünür. Bəşər fəqət o məlumatları Allah-u Teala'dan təhvil alır. Ona görə vəhy nazil olur. Doğru. Allah tərəfindən. Ustad, bu sualın bir əlaqəsi də varmı? Yəni bu sualı vəhiylə, təcrübənin fərqi nədir? Niyə məsələn bu sual ortaya çıxır? Bəziləri məsələn belə bir sözlər... Bəzi ziyalılar var, xüsusilə qərb dünyasında. Bunlar ilahiyyatda üçün istəyiblər hər zadı bəşərin məhsulu bilsinlər. Əslən, dini qeytərsinlər bəşərə. Bilirsiniz, bir fəlsəfə var, adına deyirlər humanizm fəlsəfəsi. Bir humanizm var, insanpərvərlik. Bu əxlaqi bir sifətdir. İslamda da insanpərvərlik vardır. Ondan danışmırıq. Bir fəlsəfi bir düşüncədir. Humanizm deyərlər. Şöyle insan mehvərlik. İnsan mehvərlik. Onlar deyirlər ki, hər nə insandandır. Ona görə hətta deyirlər, Allahı da insan düzəldibdir. İnsanın düşüncəsidir. Ona görə deyirlər, bir sıra zamanlar, məxsusən bunların sosiologları, bu baxışların deyirlər, bir zaman din əsri idi, bir zaman
Ağl əsr olubdur bir zaman, təcrübə elmi əsr olubdur. Din əsri o vaxt idi ki, bəşər məlumatı yox idi, səbəb nəticə bilmirdi. Yəni, hər zadın səbəbini tapanmırdı, Allaha nisbət verirdi. Allah ona görə bəşər yaratdı. Nəinki Allah bəşəri yaradıbdı. Deyir, bir zamandan sonra umumi qanunlar örgəşdi, fəlsəfə yaratdı. Din qutuldu, fəlsəfə gəldi. Sonra insanlar dəqiq oldular, renesans oldu, hər zadın özünün xırda səbəbin başa düşdülər, təcrübə elmi yarandı. Ona görə deyilər, bəşər bu cür 3 tarixdə dəyişilibdir. Səhvləri budur ki, bunların ayrı-ayrı yerləri vardı. Təcrübə elmi maddiyyata aiddir. Sən cismulanı təcrübə eləyə bilərsən. Ağl ilə fəlsəfi düşüncələr umumi qanunlara aiddir. Umumi ki, təcrübəyə ələ gəlməz. Varlığın umumi qanunları. İstər varlıq maddi varlıq ola, istər qeyri-maddi varlıq ola, umumi qanunlar. Ki, umumi qanunu sən təcrübə eləyənməsən. Çünki umumilik təcrübəyə gəlməz. Hər nəyi təcrübə eləsən məhduddur. İnsan sərhəddli misalları təcrübə edibdir. Məsələn, siz deyirsiniz, hər zadın səbəbi var. Bunu heç vaxt təcrübə eləyənməsən. Çünki nə qədər təcrübə eləsin, hər zad olmazdır. O müəyyən zadlar olar. Yəni 100 dana, 1000 dana, 10.000 dana. Məgər bu işi gələsən, ağlı ilə ümumiləşdirəsən. Hər halda sahələr var. Vəhyin də sahəsi ayrı sahədir. Dinin də sahəsi aləmi tədbir eləməkdir. Mən bir dənə ayrı misal vuram, ta aydın olsun. Baxın, bir dənə teatrı verirlər. Teatrın bir o teatrı oynayanlar var. Adına oynayanları nə deyərlər? Bazigərlərə. İndi yadımdadır. O ki teatrı nə edir? Aktyorlar. Aktyorlar. Bu aktyorlar, aktyorun bir arxası var ki, o onlara idarə eləyir. Bəli. Təcrübə elmi aktyorları tapır. Amma bu aktyorları nə kim qrupdur, o dindir. Din demir aktyorun əvəzi nədir. Din heç vaxt demir su 100 dərəcədə qaynayar, bunun əvəzinə yox, Allah qaynadar. Allah elə su 100 dərəcədə bu xasiyyəti onda qoyubdur. Yəni təcrübə elmi aktyorları bir tapmalıdır. Dinin sözü deyil. Din gəlməyib elmin yerində otursun. Ta deyək ki, təcrübə elmi gəldi, dini qoydu kənara. Din gəlib desin ki, bu sistem vahid bir qüdrətlə idarə olunur. Bu sistem vahid bir şuurla idarə olunur. Bu kino arxada bir rejissoru var, o idarə eləyir. Sən fəqət bu şeylərə baxma, bu oyunla, burada kinoda aktyorlara baxma, orada bax. Bunlar bir-birini əvəz eləmirlər. O maddəçilər gəliblər, bunlara bir-birini əvəz edici baxıblar. Deyiblər, din elə bir fəlsəfə əvəz edirdi bir zaman, fəlsəfə gəldi, din getdi kənara, təcrübə elmi də fəlsəfə əvəz edirdi, onlar ikisi də getdi kənara. Bunlar aslında sahələri fərq edir. İndi də üçü lazımdır bəşərə. Vəli sahəsində təcrübə elmini sən istəsən maddəni tanıyasən, maddənin xasiyyətlərini tanıyasən, fəlsəfə ilə tanıyanməsən. O gərək də təcrübə elmi ilə tanıyasən, analizlə, laboratorla tanıyasən. İstəsən umumi qanunlar aləmdə kəşf eləyəsən ki, bu aləm şuurlu yaranıb, yaranışdır, təbiətdir, yaradanı var ya yoxdur, onu ya fəlsəfə ilə tapasan. Da o umumi qanun, o təcrübə deyil. O ağlın düşüncələrinin məhsuludur. Amma bunları yaradandan istəsən sən necə məqsədə çatacaqsan, bu aləmdən sonra başqa aləmdə var ya yoxdur, ancaq bu maddi aləmə həsr olubdur, o başqa aləmdə xırdalıqlar nədir, onu sənə din verəcəkdir. Çünki təcrübə eləyənməsən bərzəxi, təcrübə eləyənməsən qiyaməti, təcrübə eləyənməsən mələkut aləmini bu maddi aləmin içində. Ustad, Qur'ana da deyiblər ki, Peyğəmbərin təcrübəsidir. Bəli, elə ərz edilir. Bisra
belənçi bir maddəçi ziyalılar üçün istəyirlər hər zadı nə qeytərsinlər? Maddi təhlilə. Deyiblər, Peyğəmbər olur, yəni özü bir mənəviyyət təcrübə eləyir. Yeni bir mənəviyyəti aləmdən təcrübə eləyir, adın qoy vəhy. Digər bir tamaşaçı yazır. Salam, sizi və Ustad